Ürəklərin səssiz səsi qədim Azərbaycan torpaqlarının sükut dolu bir səhərində, dağların əbədi qoynunda, şirin çay suları boyunca axan kəndlərdə insan ruhunun dərinliklərinə toxunan hekayələr yaranırdı. Hər səhər günəş üfüqlə buluşanda ucsuz-bucaqsız təbiət sanki öz sirlərini pıçıldayırdı və hər kəs öz qəlbindəki susqun səsi dinləyirdi. Bu kəndin bir küncündə yumşaq torpaq yolları üzərində uzanan kiçik bir evdə Əliağa adlı bir gənc yaşayırdı. O, sadə ailənin övladı, amma ruhu daima böyük dünyaların, sonsuz sevgiyə və məhəbbətə can atan bir insan idi. Əliağa uşaq vaxtlarından bəri təbiətin sirlərinə heyran idi. Onun gözündə torpağın, çayın, meşələrin hər biri canlı bir varlıq kimi görünürdü. Hər payız yarpaqların rəng dəyişməsi, hər yazın ilk çiçəkləri onun qəlbini oyadır, içində böyük arzular və düşüncələr oyandırırdı. O, düşünürdü, hər insan öz həyatının ən dərin sirlərini yaşamalıdır. Əgər ürəyin səssiz səsini dinləməsən, onda heç bir həyatda həqiqi mənanı tapmaq olmaz. Bu düşüncə ilə o, kəndin mədəniyyətindən, ənənələrinə və insanların qəlbindən keçən nağıllara bağlanmışdı. Bir bahar səhəri, gül açan çiçəklərin və canlı rənglərin dünyasına bürünmüş zaman, kəndə yeni bir üz tanındı. Nigar adlı gənc qız, gözəlliyi və zərifliyi ilə hamının qəlbini ələ keçirmişdi. Onun uzun tük saçları, dərin qara gözləri və təmiz gülüşü kənddə yaşayan hər kəsə ümid və yeni başlanğıcların işarəsi kimi görünürdü. Nigarın varlığı sadəcə onun gözəlliyi ilə yox, həm də ruhunun zənginliyi və dərinliyi ilə fərqlənirdi. O, kəndin ənənələrini yüksək qiymətləndirir, nəsillərin nəsillərinə ötürülən hekayələri, mahnıları və dastanları ürəyinə yazırdı. Əliağa ilə Nigarın görüşü təsadüfi deyildi, sanki taleyin gizli əlində hər ikisinin ruhunu birləşdirəcək incə, görünməz ip toxunmuşdu. İlk dəfə onların gözləri bir-birinə dəymişdi və ancaq o an sanki zaman donub qalmış, dünya onların üçün yalnız sevgi və hüzurla dolmuşdu. O gün kəndin dar daş yollarında gəzərkən hər iki ürək öz yollarını tapmışdı. Əliağa Nigarın gülüşündə həyatın əsl mənasını görürdü, o isə Əliağanın səmimi baxışında öz azadlığını və qərarlılığını hiss edirdi. Kənddə həyat sadə və ritmik idi. Hər günün öz nizamı, hər anın öz ritmi vardı. İnsanlar səhər erkən oyanar, isti çay içər, çayxananın küncündə dərin söhbətlər edər və axşam saatlarında ulduzların altında toplaşaraq keçmişin xatirələrini yad edərdilər. Bu mühitdə hər kəsin həyatında kədər və sevinç, uğur və uğursuzluq, həmrəylik və qarşıdurma vardı. Tolstoyun romanlarında olduğu kimi hər insanın ruhunda ziddiyyətlər və fəlakətlər saxlanırdı. Əliağa həyatın bu incə balansını anlamağa çalışırdı. O, kəndin yaşlılarından dinlədiyi nağıllarda, xalqın sirlərində və hər bir canlılığında dərin məna axtarırdı. Öz iç dünyasında insanın tənhalığı və sevginin gücü arasında gedən bir savaş yaşanırdı. O, hər gün dərin düşüncələrə dalır, sevinclə kədərin bir arada mövcud olduğu, insanın öz qəlbinin ən dərin sirlərini kəşf etdiyi bir həyat xəzinəsinə inanırdı. Nigar isə kəndin qadınlarının ən incə ürəklilərindən biri idi. O, öz ailəsinin ənənələrini qoruyaraq, eyni zamanda yeniliklərə açıq idi. Kəndin ən gözəl qadınlarından biri sayılan Nigar, eyni zamanda çox ağıllı və düşüncəli idi. O, həmişə Əliağanın düşüncələrini maraqla dinləyir, onun iç dünyasındakı ziddiyyətləri anlamaya çalışırdı. Hər axşam evinin pəncərəsindən ulduzlara baxarkən, o da Əliağa kimi həyatın mənasını, ədaləti və sevgini düşünürdü. Günlər keçdikcə Əliağa və Nigar arasında yaranan bağ daha da dərinləşdi. Onlar bir yerdə kəndin ən qədim ağaclarının kölgəsində uzun söhbətlər edər, çay kənarında oturub keçmişin, gələcəyin və indinin möcüzəsini danışardılar. Hər söhbət bir ömür boyu davam edən müzakirəyə çevrilirdi. Həyatın mənası, insanın tənhalığı, sevginin gücü və insani dəyərlər mövzusunda səmimi fikirlər paylaşırdılar. Bu anlarda kəndin hər bir küncü sanki onların üçün yeni bir nağıl, yeni bir başlanğıc demək idi. Kəndin həyatı təkcə sevgi ilə dolu deyildi, orada çətinliklər, qəm və sınaqlar da var idi. Qışın sərt soyuğu, məhsulun azlığı və bəzi ailələr arasında yaranan anlaşılmazlıqlar insanları bir-birindən uzaqlaşdıran amillər idi. Lakin bu çətinliklər insanları daha da birləşdirir, bir-birlərinə dəstək olmağı, yardım əli uzatmağı öyrədir və ən əsası hər kəsin qəlbində dərin izlər buraxırdı. Tolstoyun romanlarında olduğu kimi həyatın hər iki tərəfi, həm işıq, həm də qaranlıq, bir-birini tamamlayırdı. Bir gün kənddə baş verən qəfil bir hadisə hər kəsi sarsıtdı.
Uzaqda, dağların ətəyində yerləşən digər bir kənddə baş verən yanğın insanları və heyvanları təhlükəyə atdı. Xəbərlər sürətlə yayılırdı, insanlar narahatlıq içində bir araya gəlirdi. Əliağa, Nigar və digər kənd sakini yanğından zərər çəkən ailələrə yardım etmək üçün dərhal hərəkətə keçdilər. Hər kəsin qəlbində həmrəyliyin və insanlığın dəyəri, köməksevərliyin əhəmiyyəti dərindən hiss olunurdu. O gün kəndin meydanında uzun illərin yığılmış təcrübəsi ilə bərabər hər kəsin öz həyat hekayəsinin yeni bir səhifəsi açıldı. Kənd meydanında toplaşan insanlar yanğın mağdurlarına yardım etmək üçün əl-ələ verdilər. Əliağa özünün sakit və möhkəm təbiəti ilə insanlara nümunə oldu. O, heç bir fərq qoymadan hər kəsə yardım etmək üçün ürəyini açdı. Nigar isə incə ürəyi ilə yaralıları tərbiyə etdi, onlara ümid və sevgi bəxş etdi. Bugün kəndin hər küncündə insanlığın ən gözəl dəyərləri, mərhəmət, ədalət və sevgi canlı bir şəkildə təzahür edirdi. Hadisədən sonra gecə düşəndə kəndin kənarında yerləşən geniş bir düzənlikdə ulduzların parlaqlığı altında Əliağa və Nigar öz aralarında dərin söhbətlərə daldılar. Gecənin sükunətində hər iki ürək keçmişin, bugünün və gələcəyin incə xatirələrinin, acılarını və sevinclərini paylaşırdı. Bu səmimi anlarda onlar anladılar ki, həyat yalnız sevinclə deyil, həm də kədər və sınaqlarla da gözəlləşir. Hər bir acı, hər bir ağrı insanın ruhunu daha da dərinləşdirir və həyatın əsl mənasını ortaya çıxarırdı. Əliağa içindəki fırtınaları susturaraq kəndin yaşlılarından eşitdiyi qədim hikmətləri xatırladı. O düşünürdü, insanın qəlbi nə qədər acı və sınaqla dolu olsa da orada həmişə sevginin və ümidin çiçəklənməsinə yer var. Biz Azərbaycan torpağının qəlbində tariximizin, mədəniyyətimizin və ənənələrimizin izini daşıyırıq. Hər çətinlik, hər kədər bizi daha da gücləndirir. Bu düşüncələr onu həm də gələcək üçün qərarlı olmağa, öz həyatını və cəmiyyətini daha ədalətli və mərhəmətli bir şəkildə qurmağa ilham verirdi. Nigar da gecə yarısının səssizliyindən öz düşüncələrində itmişdi. Onun üçün həyat ən gözəl mahnı kimi idi, bəzən acı, bəzən şirin, amma həmişə dərin və mənalı. O, öz içindəki ziddiyyətləri, sevinclə kədərin ahəngini qəbul edir, hər yeni günə yeni ümidlə, yeni arzularla baxırdı. Kəndin qədim ənənələri və uşaqlıq xatirələri onun ruhunu işıqlandırır, ona həyatın dərin mənasını öyrədirdi. Zaman keçdikcə Əliağa və Nigarın sevgi hekayəsi kəndin hər küncündə danışılan, nəsildən nəsilə ötürülən bir nağıl oldu. Onların həyatı Tolstoyun romanlarındakı kimi həm səmimi və dərin, həm də fəlakətli və gözəl idi. Hər çətinlikdə, hər acıda onlar bir-birinə dəstək olmağı, ümid və sevgi ilə həyatın bütün fəsadlarını qarşılamağı öyrəndilər. Kəndin küçələrində üzərində keçmişin və gələcəyin izləri olan daşlarda onların adları əbədi olaraq yazıldı. Bu hekayə yalnız iki gəncin sevgisini izah etmirdi, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və ənənələrinin insanlığın əbədi mübarizəsinin simvolu idi. Əliağa və Nigarın həyatında sadə kənd həyatı, böyük əxlaqi dəyərlər və insanın öz qəlbinin sirlərini aşkar etmə arzusu birləşirdi. Onlar həmrəylik və mərhəmətin, həm də əzmkarlığın canlı nümunəsi oldular. Hər səhər kəndin qoynunda oyanan günəş Əliağa və Nigarın ruhunda yeni arzular oyadırdı. Günəşin parlaq şüaları uzun illərin öhdəsindən gəlmiş, acı və sevinclə dolu həyatı işıqlandırır, hər kəsə həyatın dəyərini, ümidin və sevginin sonsuzluğunu xatırladırdı. Kənddə yaşayan hər insan onların həyatından ilham alır, sevgi və mərhəmət dolu bir cəmiyyət qurmaq üçün səy göstərirdi. Beləliklə, Əliağa və Nigarın həyatı Azərbaycanın ən təmiz və səmimi ruhunu daşıyan, Tolstoyun təsirini hiss etdirən bir dastan olaraq qəlblərdə yer aldı. Onların sevgi nağılı insanın qəlbindəki ən incə duyğuları, acıları və ümidləri təcəssüm etdirərək gələcək nəsillərə ilham qaynağı oldu. Bu nağıl yalnız kəndin deyil, bütün insanlığın bir hissəsinə çevrildi və hər kəs həyatın dərin sirlərini, insan qəlbinin incə eşqini anlamağa çalışdı. Hekayənin sonunda gecənin qaranlığında ulduzlar altında kəndin yaşlılarından biri səmimi bir səs tonunda belə deyirdi: "Həyat əzab və sevgi ilə dolu bir roman kimidir. Hər səhifəsi, hər sözü, hər anı bir dərsdir. Biz bu dərsləri öyrənir, ürəklərimizi sevgi ilə doldururuq və gələcəyə ümid bəxş edirik." Bu sözlər Əliağa və Nigarın sevgi hekayəsinin və bütün kəndin ruhunun əbədi izlərini daşıyan gözəl və səmimi bir dastan olduğunu bir daha sübut edirdi.
Beləcə, torpağın, tariximizin və ən qədim ənənələrimizin içində insanın qəlbinin dərinliklərinə səyahət edən bu hekayə yalnız sevginin, həmrəylik və mərhəmətin gücünü yox, həm də hər bir insanın öz içindəki zənginliyinin, acı və şirin anları, sınaqları və qələbələri özündə əks etdirirdi. Hər kəs bu hekayədən öz həyatına dair bir parça tapır, sevinclə kədərin, ümidlə ümidsizliyin və ən əsası, sevginin səmimi təzahürünü hiss edirdi. Bu, Azərbaycanın qədim torpaqlarında, dağların və düzənliklərin qoynunda yazılmış, insan ruhunun incə və əbədi səsi olan bir dastanın, bir sevgi nağılının hekayəsidir. Ürəklərin səssiz səsi bu hekayədən nəsildən nəsilə göz yaşlarından və sevinclərdən, acılardan və ümidlərdən ibarət bir musiqi kimi səslənir və Azərbaycanın hər bir kəndində, hər bir evdə ürəklərin səmimi nağılını danışmağa davam edir.